Əziz izləyicilərimiz, gördüyünüz kimi çiğ satışını davam edir. Fermerlərimiz öz texnikaları ilə yaxınlaşaraq çiğ alırlar öz təsərrüfatları üçün. Siz də əziz dəyərli müştərilərimiz, Salyan Agroparkına müraciət edərək çiğlər əldə edə bilərsiniz. Fermerlər gəlir tonlarla alır. Sezon başlayandan, çiğ sezonu başlayandan 8-ci dəfədir müraciət edirəm. Tonlarla alıb aparıram. Öz təsərrüfatımda istifadə edirəm. Çox razıyam. Fermerimizə sual verdim ki, necə keyfiyyətindən razısınız? Dedi keyfiyyətindən razı olmasaydım 8-ci dəfədir mən bura gəlir müraciət etməzdim. Ağsaqqal, çiğdin keyfiyyətindən razısınız? Yaxşıdır, hə. Çox da gəlir? Hə, yaxşı. Ağsaqqal, bunu əsasən siz nəydə istifadə edirsiniz? Mallarda. Mallarda. Sütçülükdə yoxsa ətçilikdə? Sütçülükdə. Sütçülükdə. Belə əziz dəyərli müştərilərimiz, əsasən fermerlərimiz bunu sütçülükdə istifadə edirlər. Maldarlıqda çiğdin sütçülükdə çox böyük önəmi var. Çox sağ olun, minnətdarım. Belə əziz tamaşaçılarımız, gördüyünüz kimi fermerlərimiz bax, öz şəxsi texnikalarına rahat formada gələrək Salyan Agroparkından çiğlərini alırlar. Bax, orada tərəzidə boş maşın çəkilir, sonra gəlir burada çiğ yüklənir və yenidən gedir o tərəzidə çəkilərək neçə kilogram istəyirsə ona uyğun həmən çiğlərin əldə edirlər. Xeyirli olsun fermerimizə.